2025-ci il ərzində ümumilikdə 54.500 nəfərə 50 təyinat aparılmışdır. Bu da ötən dövr, yəni 24-cü illə müqayisədə ümumilikdə müəyyən qədər artışın olması deməkdir. Son 3 ildir təəssüf ki, 50 təyinatlarının il ərzində aparılmış 50 təyinatlarının 55-56%-ni ilk üçlükdə yeni törəmələr, yəni bədxəstəlik, şişlər, psixiatrik və sinir sistemi xəstəlikləri əhatə edir. Təyinatlarımızdan 21%-i 85-100% orqanizm funksiyasının pozulması aralığında təyinatlardır. Təyinatlardan 36%-i öncəki qiymətləndirmə ilə desək ikinci qrup səviyyəsində, yəni 65-80% aralığında orqanizm funksiyasının pozulması ilə əlaqədardır. 54.500 təyinatdan. 43,1% isə 35-60%, yəni daha əvvəlki təsnifatla üçüncü qrup səviyyəsində olan 50 təyinatlarından ibarət olub.